Tbilisidə Mirzə Fətəli Axundov adına Azərbaycan Mədəniyyət Muzeyində 31 mart Azərbaycanlıların soyqırım günü, Qərbi Azərbaycan geri qayıtmaq hüququ, Ermənistandan zorla qovulmuş azərbaycanlılar üçün ədalətin təmin edilməsi və Azərbaycanda minalardan təmizləmə, prioritetlər və ehtiyaclar mövzularına həsr olunmuş konfrans keçirilib. Konfransda Gürcüstanda akreditasiya olunmuş səfirlər, ekspertlər və ictimaiyyət nümayəndələri iştirak ediblər. Tarix bizə göstərir ki, hər bir dövlətin keçmişində faciəvi hesab olunan müəyyən hadisələr olur. Bu hadisələri xatırlamaq vacibdir. Ən önəmlisi isə odur ki, bugün keçirilən konfrans və çıxışlar 1918-ci ildə baş vermiş dəhşətli hadisələrə həsr olunub. Biz tarixdən nəticə çıxarmalıyıq ki, belə faciələr 21-ci əsrdə təkrar olunmasın. Bugün bir çox problemləri diplomatik yollarla həll etmək mümkündür və biz bu məsələlərlə ciddi şəkildə məşğul olmalıyıq. Azərbaycanın Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Faiq Quliyev çıxış edərək qeyd olunan mövzularla bağlı fikirlərini bildirib. Faiq Quliyev sonda Qərbi Azərbaycanlıların öz ata-baba yurtlarına qayıtma hüququ, həmçinin Qarabağda azad edilmiş ərazilərə geri dönmə və Azərbaycanın davamlı bərpası mövzularına da toxunub. Daha sonra 31 mart Azərbaycanlıların soyqırım günü ilə bağlı film nümayiş etdirilib. Konfrans beynəlxalq dialoqun təşviqi və müvafiq həllərin tapılması mövzusunda panel müzakirələrlə davam edib. Bugün Azərbaycan səfirliyinin təşkilatçılığı ilə Azərbaycanda qeyd olunan 31 mart soyqırımı gününə həsr olunmuş çox mühüm konfrans keçirilib. Bölgəmizdəki mövcud vəziyyətlə bağlı və Azərbaycanla Ermənistanın nəhayət sülh müqaviləsi imzalamağa çox yaxın olduğu bir dövrdə belə konfransların keçirilməsi olduqca vacibdir. Lakin bəzi nüanslar mövcuddur. Ermənistan tərəfi bu sazişin bugün imzalanmasını istəyir. Azərbaycan isə Ermənistan qanunvericilik aktlarına müəyyən dəyişikliklər etməyi tələb edir. Azərbaycan və Ermənistan arasında sülh sazişinin həqiqətən həyata keçirilməsi bizim, həm də Gürcüstan üçün çox önəmlidir. Bu regionumuzun canlanmasına kömək edəcək və Cənubi Qafqazın dirçəlməsi ilə təhlükəsizlik problemləri minimum səviyyəyə enəcəkdir. Tədbir çərçivəsində həmçinin Qərbi Azərbaycana qayıdış ideyasını və bölgələrin tarixi reallıqlarını əks etdirən sənədli film nümayiş olunub.